Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Naziri Əmna bint Abdullah Əl-Dahaq Əl-Şamsi arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi mərhələyə daxil olan dostluq və strateji tərəfdaşlığın münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Qoşqar Təhməzli Birləşmiş Ərəb Əmirliklərinin qlobal iqlim və ətraf mühit təşəbbüslərində xüsusilə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində fəal iştirakını yüksək qiymətləndirib. Bildirib ki, son illərdə iki ölkə arasında xüsusilə idxal-ixrac sayəsində səmərəli əməkdaşlıq dinamik şəkildə genişlənir. Xanım Əl-Şamsi öz növbəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sayəsində əməkdaşlıq haqqında anlaşma memorandumu layihəsinin əhəmiyyətini vurğulayıb. Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb. Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti altında olan ixrac yönümlü məhsulların Birləşmiş Ərəb Əmirlikləri bazarına çıxışının genişləndirilməsi, həmçinin diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri ətraflı müzakirə edilib. Yekunda tərəflər görüşün aqrar və qida təhlükəsizliyi istiqamətində əməkdaşlığın yeni mərhələyə keçidinə töhfə verəcəyini bildiriblər.